Giriş hissəsində biz belə bir mətn qarşılayır. Əhmədlə Orxan riyaziyyat dərsindən sonra mübahisə edirlər. Əhməd deyir, sən müəllimin dediklərini başa düşdünmü? Orxan isə deyir, əlbəttə, orada başa düşülməyən nə vardı ki? Məncə bir dərsdə həddən artıq informasiya verildi. Məncə yox. Necə yox? Əvvəlcə bir tərif verildi. Ardınca ikincisi, sonra da xassələr. Hələ bundan sonra da yeni məsələlər. Bu qədər şeyi başa necə sığışdırmaq olar? Başım lap şişdi. Mənim başım şişməyib. Çünki sənin başın mənimkindən böyükdür. Ancaq biraz da informasiya qəbul etsən, sənin də başın şişəcək deyə Əhməd zarafat etdi. Sizcə Əhmədin zarafatla dediyi fikirlər doğrudurmu? Yəni həqiqətən də insanın başı böyük olanda daha çox informasiyanı qəbul edir və insanın başı kiçik olanda daha azmı informasiya qəbul edir? Nə düşünürsünüz? Əlbəttə ki, bu belə deyil. Başqa şəhərdə yaşayan dostuna aşağıdakı məzmunda telegram göndərmək istəyirsən. Əziz dostum Nicat, səni ad günü münasibətilə təbrik edirəm. Sənə dərslərində müvəffəqiyyətlər və bol-bol sevinc arzulayıram. Dostun Alpay və nöqtə. Telegramı qəbul edən işçi hər bir simvol üçün 1 qəpik ödəmək lazım olduğunu söylədi. Sizin isə cəmi 1 manat pulunuz var. Sözləri daha qısa sinonimləri ilə əvəz etməklə və artıq sözləri silməklə onu elə dəyişin ki, teleqramı göndərməyə pulunuz çatsın. Belə deyim, uşaqlar, burada əgər bizim 1 manat pulumuz varsa, deməli 100 qəpiyimiz var, düzdür? 100 qəpiyimiz var. Gəlin əvvəlcə simvolları sayaq. Görək burada neçə simvol var. Daha doğrusu gəlin elə başdan başlayaq silək. Əziz dostum sözünün yerinə əzizim yazmaq olar. Əzizim, əziz Nicat, belə də yazmaq olar. Əziz Nicat, səni ad günü münasibəti ilə təbrik edirəm. Sənin ad gününü təbrik edirəm. Belə də demək olar. Sənin, bir dənə N hərfi yazırıq. Ad gününü münasibəti ilə sözünü silirik. Təbrik edirəm. Sənə dərslərində uğurlar arzulayıram. Sənə dərslərində müvəffəqiyyət sözünün yerinə uğur qeyd etməyə olar. Uğurlar arzulayıram. Uğur. Sənə dərslərində uğur arzulayıram. Uğurlar və bol-bol sevinç. Bol sevinç də demək olar. Bol sevinç arzulayıram. Dostun Alpay. Sonra gəlin indi sayaq görək. Uyğun gəldi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 70, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93. Hələ bizim əlavədən 7 qəpik də pulumuz qaldı. Bir hansı sözləri artıq hesab edirsiniz? Ad günün münasibəti ilə, məsələn, münasibəti ilə sözünü yerinə sənin ad gününü təbrik edirəm yazmaq olar. Telegramımız neçəyə başa gəldi? Bizim telegramımız 93 qəpiyə başa gəldi. Belə, keçək mövzunun növbəti hissəsinə görək. Növbəti hissədə bizə nə deyir? Deyir ki, əşyanın ağırlığını, yolun uzunluğunu, zamanın ölçüsü kimi informasiyanı da ölçmək olur. İnformasiyanı ölçmək üçün uşaqlar bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt kimi anlayışlardan istifadə olunur. İnformasiyanı kompüter, necə ki, biz mətnləri Azərbaycan əlifbasından istifadə edərək yazırıqsa, eləcə də kompüterində özünün bir əlifbası var ki, kompüterdə həmin əlifba vasitəsilə müxtəlif informasiyaları özündə saxlaya bilir. Kompüterin əlifbasında da 2 dənə rəqəm var. 0
və bir rəqəm. Yəni biz ona mətndə versək, videoda versək, səsdə versək, o özünün başa düşdüyü dilə, yəni bu 0 və 1-lərə çevirərək informasiyanı öz yaddaşında saxlayır. Həmin bu 0 və 1-lərə isə bit deyilir. İnformasiyanın ən kiçik ölçü vahidi bit adlanır. Burada göstərilir. 8 dənə bitə isə byte deyilir. 8 bit 1 byte-a bərabərdir. Deməli, ən kiçik ölçü vahidi bit, ondan sonraki ölçü vahidi isə byte adlanır. Deməli, 1 bit, 8 bit 1 byte-a bərabərdir. Eyni zamanda 1 byte 8 bitə bərabərdir. Uşaqlar, eyni zamanda mətn tipli informasiyalar, yəni mətnlər yaddaşda hər biri 1 byte yer tutur. Məsəl üçün, informatika sözündə 11 hərf varsa, deməli 11 simvoldur bu. 11 simvoldan ibarətdir. 11 simvolun hər biri yaddaşda 1 byte yer tutur. 1 byte'ımız da 8 bitə bərabər olduğuna görə, əgər biz cavabı bitlə tapmaq istəyiriksə, o zaman 11-i 8-ə vururuq. Bu da edir 88 bit. Və ya 11 simvol varsa, deməli 11 byte yer tutmuş olur. Yəni həm byte-la, həm bitlə hesablaya bilərik. İnformasiyanın həcminin ölçülməsi ifadəsi isə 33 byte yaxud da 264 bitdir. Eyni zamanda uşaqlar cümləyi götürürüksə, cümlədə sözlər arasında qalan boşluqlar var. Həmin bu boşluqlar özləri də bir simvolu əvəz edir. Çünki biz kompüterdə yazı yazarkən boşluq qoymaq üçün space, yəni boşluq düyməsindən istifadə edirik. Hər hansı bir düyməni basırıq. Düyməni basırıqsa, demək ki, onun özü də yaddaşda kodlaşdırılır. Yəni onların özü üçün də 8 bit yer ayrılmış olur. Məsafəni ölçmək üçün metrlə yanaşı, kilometrdən ağırlığı ölçmək üçün qramla yanaşı, kiloqramdan istifadə edildiyi kimi, eynən informasiyada da bit və byte-la yanaşı daha böyük ölçü vahidlərindən istifadə olunur. Byte-dan sonra gələn ölçü vahidi kilobayt adlanır. 1 kilobayt 1024 bayta bərabərdir. Kilobaytdan sonra megabayt gəlir. Megabayt 1024 kilobayta bərabərdir. Megabaytdan sonra gigabayt gəlir. Gigabayt 1024 megabayta bərabərdir. Gigabaytdan sonra terabayt gəlir. 1 terabayt 1024 gigabayta bərabərdir. Aşağıda araşdıraq öyrənək bölməsində bizə bu informasiya daşıyıcıların tutumunu öyrənin və onları müqayisə edin deyir. Uşaqlar, bu disketdir. Disketin ölçüsü 1,44 megabaytdır. Bu CD-dir. CD-nin ölçüsü 650, yəni daha doğrusu 700 megabaytda 650 saxlama olur. Bu flash yaddaşdır. Flash yaddaşların ölçüsü gigabaytla ölçülür. 2-16 GB arasında dəyişir, aşağı ölçülü və daha yüksək ölçülü flash yaddaşlar da var. DVD diskinin ölçüsü isə uşaqlar 4,7 GB həcmindədir. Yəni bunları öyrəndikdən sonra artıq özünüz ölçülərini müqayisə edə bilərsiniz. Sual və tapşırıqlar bit nədir? 1 kilobayt neçə bitdir? Uşaqlar, bit informasiyanın ən kiçik ölçü vahididir. 1 kilobayt dedik ki 1024 baytdır. Ona görə də 1 kilobaytı 1024-ə vurub bayta çeviririk. Yaxşı, bəs 1024 baytı bitə çevirmək üçün nə edirik? Bilirik ki, baytdan bitə keçmək üçün biz bunu 8-ə vurmalıyıq. O zaman 1 kilobaytımız neçə bit etmiş oldu? 8192 bit etmiş oldu. Buradan da cavabı formada tapmış oluruq. Sonra keçirik ikinci sualımızın izahına. İkinci sualda deyir ki, videofilmin həcmi 4 GB-dır. Bir disk 700 MB informasiya tutur. Bu filmi köçürmək üçün neçə disk lazımdır? Uşaqlar, 4 GB-dırsa filmin həcmi, GB-ı əvvəlcə megabayta çevirməliyik. Megabayta çevirmək üçün 4-ü 1024-ə vurmalıyıq ki, megabayta çevirək. 4-ü də 1024-ə vuranda bilirik ki, cavab olacaq 4096. 4096-nı da megabayt, bir diskin tutumu 700 megabayt olduğuna görə 4096-nı da biz bölməliyik 700-ə. Bir dəqiqə 9 yaxşı yazmadım.
Bölməliyik 700-ə. Bunu da 700-ə böləndə səhv eləmirəmsə 5,8 düşür. Amma belə bir şey qeyd edeyim, sizə məntiq olaraq tapşırıq daha rahat çatsın deyə belə qeyd edə bilərəm ki, sizin tutaq ki, 2 dənə uşaqlar 5 litrlik baçokunuz var, düzdür? Həmin bu 5 litrlik baçoklara, 2 dənə 5 litrlik baçoklara sizin 7 litr sizə süd veriblər, onu boşaltmalısınız. Neyniyərsiniz? 5 litrini tökərsiniz bir baçoka, düzdür? Yerdə qalan 2 litr neyniyərsiniz? 2 litr növbəti 5 litrlik baçoka tökməlisiniz də. Siz məcbursunuz ki, tökəsiniz. Ona görə ki, yerə tökəsi deyilsiniz ki. Eynən burada da 5,8-dirsə, 5-ini tutaq ki, yerləşdirmişiksə, bu 0,8 yerdə qalası deyil ki, bunu da birinə tökməliyik, olur 6. Sonra 5-ci sinif söz birləşməsinin informasiya həcmi nə qədərdir? 5-ci sinif sözündə 1, 2, 3, 4, boşluğu sayırıq. 5, 6, 7, 8, 9, 10 dənə simvol var, düzdürmü? 10 dənə simvol 10 baytidir. Cavablarda yoxdur. O zaman biz bunu bitə çeviririk. 10 bayt 8-ə vuranda olur 80 bit. Klaviatura və kursor sözlərinin informasiya həcmini tapın və müqayisə edin. Klaviatura sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 simvol var. Deməli 10 baytdır. Kursor sözündə isə 6 simvol var, 6 baytdır. Deməli klaviatura sözünün həcmi kursor sözünün həcmindən çoxdur. Yazı maşinasında yazılmış hər səhifəsində təxminən 30 sətr, hər sətrində isə 60 simvol olur. Bir simvolun informasiya tutumu 1 bayt olduğunu nəzərə alaraq, bir səhifədəki informasiyanın həcmini bitlə ifadə edin. Uşaqlar, belə bir səhifəmiz var deyir. Deyir ki, bu səhifənin hər birində 30, bir dənə səhifədə 30 dənə belə sətr var. Düzdür? Sətrin hər birində də 60 dənə simvol var. Deyir, bu səhifənin həcmini tapın. O zaman nə edirik? 30-u vururuq 60-a. Vururuq 60-a. Yəni sətri vururuq sətirdəki simvolun sayına. Sətirdəki simvolun sayına. 3 dəfə 6 edir 18. Deməli cavabımız olur 1800 bayt. Düzdür? 1800 baytı da biz bitə çevirsək, vurmalıyıq 8-ə. Buradan da bilirik ki, sıfırları yazırıq uşaqlar öz yerinə. 0, 0, 8 dəfə 8-im 64, 8 dəfə 1-im 8, bir də yadda 4, 14400 bit olmuş oldu cavab. Tapşırıqları da birlikdə yerinə yetirmiş olduq. İndi isə gəlin ümumiləşdirici sual və tapşırıqlara baxaq. Birinci sual və tapşırıqda nədir? Anası Orxanın alnına toxundu və dərman gətirməyə getdi. Orxan haqqında hansı informasiyanı aldı? Təbii ki, dərman gətirməyə gedibsə, deməli, onun qızdırması var. İnsan ətraf aləmdən informasiyanı əsasən hansı duyğu üzvü vasitəsilə alır? Təbii ki, ən çox göz vasitəsilə. Əgər sözdə saitləri 0, samitləri isə 1 ilə əvəz eləsək, o zaman alətlər sözü C hərfinə uyğun, C variantına uyğun gəlir. Futbol oyununda hakimlər hansı kodlardan istifadə edirlər və həmin kodların açması nədir? Futbol oyununda hakimlər qırmızı kart və sarı kartdan istifadə edir. Qırmızı kartın mənası oyunçunun oyundan kənarlaşması, sarı kartın mənası isə xəbərdarlıqdır. Eyni zamanda iki sarı kartın üst-üstə alınması qırmızı karta bərabərdir. Fuad Xoşadığı avtomobilin şəklini dostuna göndərdi. Burada şəkil nədir? Avtomobilin informasiya modeli. Yandakı şəkil nəyin informasiya? Uşaqlar, bu bizim Günəş sisteminin informasiya modelidir. Bu həcmlərdən ən böyük olanı tapın. Uşaqlar, 1024 bayt 1024 baytı bayt kimi saxlayırıq. 2048 biti 8-ə bölsək eləyir 512 bayt. 11. 256. Üzrlü sayın uşaqlar. 250, bir dəqiqə bunu silim. Gördüm. 256 bayt edir. Hamısını bayta çevirəcəm. Axırda müqayisə edək. Sonra elə D variantı da baytdan verilir. 1 kilobaytda 1024 baytdır. Deməli A variantı ilə C variantı bir-birinə bərabərdir. B variantı
Kiçikdir 256-dır. D variantı 1025-dir. Yəni digərlərindən 1 kilobayt, 1 bayt çoxdur. Nümunə sözünün informasiya həcmi nə qədərdir? Nümunə sözündə 2, 4, 6 hərf var. 6 bayt ola bilər. 6 bayt variantlarda yoxdur deyə bunu bitə çeviririk. 6 dəfə 8-i 48 bit edir. 9-cu tapşırıqda isə belə bir tapşırıq qarşılayır bizi. Oğuz elinin adəti var idi. Oğuz igidlərini xatınların şənliyinə toya çağıranda uca dağın başında bir ton qalqalanardı. 2 ton qalqalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən baskısı gözlənilir. Verilmiş bu mətn parçasında hansı informasiya prosesi təsvir olunur? Təbii ki, informasiyanın ötürülməsi prosesi təsvir olunmuşdur. Bugünkü dərsimiz bu qədər. Sağ olun.